Tikiş izləri həkimin işindən asılı olan bir şey deyil. Ətrafımda əslində çox estetik əməliyyatı sevən xanımlarımız var. Ancaq hamını saxlayan bir nüans var, tikiş izləridir. Tikiş izləri həkimin, yəni işindən asılı olan bir şey deyil. Tikiş izləri pasiyentin dərisindən, dəridə olan kollagen elastin bazasından asılı olan bir şeydir. Yəni bəzən olur pasiyentləri biz əməliyyat edirik və əməliyyatdan sonra çox izsiz bir əməliyyat olur, ancaq 3-4 ay sonra orada kelloid hipertrofilər baş verə bilir. Bu artıq həkimdən asılı olmur. Və mən həmişə bütün pasiyentlərimə bildirirəm əməliyyata, yəni müraciət etdikdə izsiz əməliyyat yoxdur. Yəni bir əməliyyata cərrahiyə müraciət edirsinizsə, burada kəsik vardır və iz vardır. Və siz həmişə pasiyentlərə bildirdiyim budur, gəldikdə tərəzini qoymalısınız, bir tərəfinə izli istədiyiniz nəticəni, digər tərəfinə izsiz və diskomfortda yaşadığınız bədən quruluşunu. Yəni bunu seçimini pasiyent etməlidir. Bu artıq biz etmirik bunu, biz yönləndirmirik. Və təbii ki, indi müasir təbabətdə çox yeni üsullar vardır ki, kosmetologiyada. Biz əməliyyat sonrası əgər pasiyenti iz narahat edirsə, yönləndiririk kosmetoloqlara, həkimlərə. Burada inyeksiyon terapiyalar, lazer terapiyalarından istifadə olunaraq izlər azaldıla bilir.